أعوذ بالله السميع العليم من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني آمين. Allah Teala Kur'an-ı Kerim Şuara suresi 88-89. ayette buyurur ki: يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ İlla men etallaha bi kalbin selim. O gün, yani kıyamet günü, insana ne malı ne de ki evladı bir fayda verebilmeyecek. İlla men etallaha bi kalbin selim. Ancak o şəxslərdən başqa ki, onlar salamat bir qəlblə Allahın huzuruna gəlmişdirlər. Bir məna olaraq. Bu da bildirir ki, İnsanın qəlbinin salamat olması, insanın ahirətdə xoşbəxtliyə çatması üçün bir səbəbdir. Nəinki insanın ahirətdə. Salamat qəlb elə bir neymətdir ki, insanın həm dünyada və həmçinin də ahirətdə, səadətə, xoşbəxtçiliyə, yəni böyük rahatlığa çatması üçün bir səbəbdir. Demək olar ki, salamat qəlb Allah'ın verdiği en büyük nimet olan iman nimetinden sonraki nimetlerden biridir. Yani büyük bir nimettir. Yani salamat bir kalp. Eğer bir insanın kalbi salamat değilse, o insanın fikirleri de salamat değil. O insanın ettiği emeller de salamat değil. Ona göre yani salamat kalp Allah'ın verdiği büyük nimetlerdendir. Ve bazı insanlar görürsünüz ki, onlar iddia edirlər ki, salamat qəlbə sahibdirlər. Subhanallah, təəssüf olsun ki, yəni xüsusən də bu məsələ içki stollarında, haram stollarda çox zikr olunur. Yəni Allahın haram etdiyi məclisdə otururlar və həmçinin də Allahın haram buyurduğu içkini içirlər və sonra deyirlər ki, Allah hamının ürəyinə baxıb versin. Subhanallah, bu müsibətdir. Əgər Allah-u Teala bizim ürəyimizə baxıb verərsə, Allah ki, biz xüsrana uğrayanlardan olaraq. Çünki ürək elə bir şeydir ki, müstəqim ola bacarmır, daim dəyişir. Qəlb sözü niyə görə qəlb adlanıb? Ərəb dilində qalləbə yuqallibu, çevrildi, çevrilir sözündən. İnsan, Süfyan Əth-Thawri rahimehullah səhvələnməmsə gətirir ki, mən müalicə etdiyim şeylər içərisində ən çətin müalicə etdiyim şey qəlbim oldu. Mən onu düzəltirəm, təzəldən çevrilir. Mən onu düzəltirəm, təzəldən çevrilir. Ona görə insan qəlbinə çox fikir verməlidir. Qəlbinə baş vermiş xəstəliklərdən onun müalicəsi üçün çalışmalıdır. Qəlb elə bir şeydir ki, yəni bədən xəstələndiyi kimi qəlb də xəstələnir. Bədən əzaları xəstələndiyi kimi qəlb də xəstələnir. İnsan öz bədənini müalicə edib sağaltmağa necə hərisdirsə, ondan da daha çox həris olmalıdır ki, öz qəlbini sağaltsın. Çünki qəlb elə bir şeydir ki, insanın qəlbi təmiz olarsa, xəstəliklərdən uzaq olarsa, Allahi ki, insanın bədəninə nə qədər xəstəliklər üz versin, insan rahat olacaqdır. Baxın Peyğəmbərlərin həyatına. Baxın, subhanallah, onlar nələr yaşayırlar. Yəni, əgər insanın qəlbi xəstə olarsa, bədəni nə qədər istəyir, hansı nemətlər istəyir olsun, gözəllik, sağlam, güc, baxacaqsınız ki, insan rahat deyil. Yəni, rahat bir həyatı yoxdur. Ona görə salamat qəlb böyük bir nemətdir. Və bəzi insanlar, bayaq dediyimiz kimi iddia edirlər ki, mənim qəlbim təmizdir, və onlar içki stollarında və içki qədəhləri ilə bunu iddia edirlər. Yəni, onlar açıq, aşkar, yalan danışırlar. Çünki əgər bir qəlb salamat bir qəlbdirsə,
səlim olan bir qəlbdirsə, o qəlbin əlamətləri var. Yəni, o qəlbin zahirə vurduğu bəzi əlamətlər var ki, insan baxdığı zaman görür ki, həqiqətən bu insanın qəlbi salamatdır. İnsan özü-özlüyündə bunu hiss edir və həmçində bunun büruzəsi ətrafa verilir. Dəlil nədir? Dəlil Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədisdə İnnə fil cəsədi mudğa. Həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, cəsəddə bir ət parçası var. Və idə saləhət, saləhət cəsədi kullu. Əgər o salamat olarsa, bütün bədən üzvləri salamat olar. Və idə fəsədət, fəsədəl cəsədi kullu. Əgər o xarab olarsa, fəsad olarsa, bütün bədən əzaları da fəsad olar. Mümkün deyil ki, insanın qəlbi xarab olsun və onun etdiyi əməllər yaxşı olsun. Ola bilər, 1-2. Amma mümkün deyil ki, insan bu əməl üzərində davamiyyətli olsun. Və həmçində mümkün deyil ki, bir insanın qəlbi salamat olsun və onun əməlləri fəsad yaysın. Onun əməlləri heç vaxt fəsad yaysın. Ola bilər ki, insandan 1-2 xələl gəlsin, görünsün. Amma ümumi olaraq, yəni əgər bir insanın qəlbi salamatdırsa, o insandan heç vaxt Allahın izni ilə şər, zərər toxunmaz. Ona görə bugün Allahın izni ilə bir neçə əlamət götürəsiyik. Yəni, bu əlamətlər, yəni salamat qəlbin əlamətləridir. Bunlardan birincisi, insanın dünya həyatını tərk edib, axirət həyatına meyl etməsidir. Ki verin, salamat qəlbin əlamətlərindən birincisi, insanın dünya həyatını tərk edib, axirət həyatına meyl etməsidir. Ağıllı insan bilir ki, dərk edir ki, salamat qəlbə sahib olan insan dərk edir ki, bu dünya həyatı davamlı deyil, müvəqqətidir. Və həmçinin də bu dünyanın ləzzətləri keçicidir. Yəni, heç bir şey fikir versəz, bu dünyada əbədi deyil də. Yəni, insan baxırsan ki, bugün cavandır, amma sabah qocalıq onun qapısını döyür. Bugün imkanlıdır, varlıdır, sabah kasıbçılıq onun qapısını döyür. Bugün özünə kimsə borcludursa, sabah özü başqasına borclu olur. Və bugün evdə xoşbəxtçilik varsa, sabah evdə döyüş, dava, problemlər, sıxıntılar hamısı ard-arda gəlir. Deməli, dünya nədir? Dünya ləzzətləri keçicidir. Yəni, əbədi deyil. Və həmçində dünyada nə qədər əziyyət çəkirsən, mal, mülk, vəzifə, nə qədər istəsən topla. Və baxırsan ki, bu dünyadan köçürsən və bundan heç bir şey də apara bilmirsən. Çünki ağıl sahibi olan insan düşünür ki, həqiqətən bu dünya keçici bir yerdir. Və ləzzətləri də müvəqqətidir. Ona görə nə istəyir? Ona görə daimi qalan, əbədi olan yeri, müvəqqəti olan yerdən, dünyadan üstün tutur. Nədir? Axirət üçün çalışır. Və axirət əməlləri edir. Axirətin oğlu olur. Hər bir işində fikir verirsiniz, axirət üçün oradan bir qənimət əldə etməyə çalışır. Hər işində. Niyyəti ilə və həmçinin təbəssümü ilə və həmçinin yaxşı əməlləri ilə qəlbində niyyəti düzəltmək və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçiliyi ilə axirət üçün azuqə toplayır. Və bu da Allaha olan imanından əmələ gəlir. Qəlbin salamat olması, həmçinin də Allaha olan imanından əmələ gəlir. Və düşünür ki, bugün hər hansı bir şey edərsə, mütləqdir ki, ona görə Rəbbinin qarşısına cavab verəcəkdir. Yəni, imana görə. Ona görə də elm əhli imanı 2 qismə bölürlər. Birincisi, imanun lazimun və ikincisi gəlir ki, birincisi imanun lazim, lazım olan iman. Yəni, lazım olan iman nədir? İnsanın inanması. Əgər bir şəxsdə bu yoxdursa, onun axirəti olan imanı yoxdur və həmən ki, insan müsəlman sayılmır. Yəni, bir insanın inanması ki, həqiqətən ölüm var. Və ölümdən sonra diriliş var. Və ölümdən sonra həyat var.
qəbir həyatı, sorğu-sual, hesab, mizan, yəni insanların savablarının və günahlarının çəkilməsi və cənnət, cəhənnəm, bunların hamısının haqq olmasını insan yəqinliklə bilməsidir. Buna deyirlər imanun lazim, yəni lazım olan iman. Bir müsəlman üzərində vacib olan bir iman. Və ikincisi də gəlir ki, imanur rasix, yəni dərin, elmli olan bir iman. Bu iman səbəbi ilə insan haramlardan uzaqlaşır. Yəni bilir ki, həqiqətən, yəqinliklə bilir ki, etdiyi bu şeyə görə Rəbbinin qarşısına cavab verəcəkdir. Hər bir, yəni çünki elə şeylər var ki, axirət həyatında insan bunlara görə əzab çəkəcək. Və bəzi şeylər də var ki, insan bunlara görə mükafat əldə edəcəkdir. Məsələn, insan zinadan uzaq düşür. Nə üçün? Rəbbindən qorxaraq. Və bilir ki, bunu edərsə, dünyadakı cəza bir kənara, axirətdə Rəbbinin qarşısında durub buna cavab vermək var. Oğurluqdan uzaq olur, içkidən uzaq olur, qul haqqı yeməkdən uzaq olur. Nə üçün? Və bilir ki, etdiyi bu şeyə görə, yəni qul haqqı, yəni o haqq sahibləri qiyamət günü özündən gəlib öz haqqlarını istəyəcəklər. Yəni bunu insan əgər inanmasa və bunu bilməsə, yəni bunu etməz də. Var insanın bilməsi, qul haqları, ona məhəl qoymaması, bu imanul lazimdir. Bir də var ki, yəni lazım olan, bir də var ki, imanul rasix, yəni dərin iman, yəni elmlə birlikdə olan, insanı haramlardan uzaqlaşdıran iman və əsl tərifə layiq olan iman da və yiyəsinə fayda verən iman da elə bu imandır. İnsan həqiqətən Rəbbinin qarşısında durmaqdan qorxur və onun qadağan buyurduqlarından çəkinir. Və bir də etdiyi əməlləri Rəbbi razı düşsün deyə edir. Məsələn, namazların sünnələri və həmçinin səhər-axşam zikirləri və həmçinin gündəlik oxunan sayla olan zikirlər. Yəni bunlar var ki, bunlar Rəbbinin razılığını qazanmaq üçün. Məsələn, oxuyur gecə yatmamışdan öncə Mülk surəsini və bilir ki, kim bunu oxuyarsa qəbir əzabından qurtarma var. Qəbir əzabından qormağa səbəbdir Mülk surəsi. Ki, inanır, qəbir əzabının olduğuna inanır və onun o güclü imanı onu o Mülk surəsini oxumağa vadar edir ki, qəbirdə onun üçün əzab olmasın deyə. Və ona görə insan yəni çalışmalıdır ki, bu imana sahib olsun. Və həmçində insan çalışmalıdır ki, bu əməllərdən, yəni pis əməllərdən çəkinsin və Rəbbinin qarşısında dayanacağı günü fikirləşsin və bunun üçün çalışsın. Allah-u Teala Quran-ı Kərim İsra surəsində buyurur ki: وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا. Gəlir ki, وَمَنْ أَرَادَ الْآخِرَةَ biməna olaraq kim axirəti istəyərsə və سَعَى لَهَا və axirət üçün səy göstərərsə وَهُوَ مُؤْمِنٌ necə? İman gətirdiyi halda. Yəni bir insan mömin olduğu halda axirət həyatını istəyərsə və axirət üçün səy göstərərsə, Allah-u Teala buyurur ki, onların səyi məmnuniyyətlə qəbul olunur. Deməli, götürdüyümüz əlamətlərdən, salamat qəlbin əlamətlərindən birincisi, insanın dünya həyatını tərk edib, axirət həyatına meyl etməsidir. Və həmçinin əlamətlərdən ikincisi gəlir ki, insanın bir himməsi olmalıdır. O da öz Rəbbini razı salmaq. Bu məsələdə, yəni insanın öz Rəbbini razı salmaqda ona nə kin, nə həsəd və yaxud da ki, başqası ilə olan mübahisəsi onun bu məqsədindən yayındırmamalıdır. Xüsusən də kindir, nifrətdir, həsəddir, paxıllıqdır. Bu şeylər insanın Rəbbinə həqiqi qul olmağına maneçilik törədir. Misal olaraq, baxırsınız ki, insan kimsə tərəfindən zülm olunub, zülmə məruz qalıb və bütün ömrünü
həyatını, ona olunan zülmü geri qaytarmaq üçün çalışır. Baxırsınız ki, kimsə ona vəzifədə olan bir şəxs onun üçün zülm etmişdirsə, baxırsınız ki, illərlə, 10 illə, 15 illə çalışır ki, ondan daha üstün vəzifəyə keçsin və ona əziyyət versin. Fikir verin. Və yaxud da ki, kimsə aldığı bir minik, tikdiyi bir ev onda olan mala qarşı həsəd yaratıb, paxıllıq yaratıb. Və istəyir ki, onun əlində olduğu o maldan ya onun əlindən çıxsın və yaxud da ondan daha üstününə sahib olsun. Və nə edir? Çalışır. İllərlə çalışır. Baxırsınız ki, nə ibadəti var. İbadətini atır. Namaz vaxtları gəlir, ona müəyyən o nəfsinə görə, həsədinə görə, o həmən ki, kiminlə münaqişəyə girmişdirsə, onun dərəcəsinə, onu ötmək üçün baxırsınız ki, bütün ibadətləri atır. Halalla, haramı bir-birinə qarışdırır. Yəni, mal hardan gəlir, necə gəlir, ona fikir verin. Bircə məqsədi nədir? Məqsədi o yerə çatmaqdır. Dünya malında müəyyən bir yerə çatmaqdır. Əsl məqsəd, əsl qayə qalır kənarda. Hansı ki, o, Allah-u Teala Quran-ı Kərim Zəriyyət surəsi 56-cı ayda buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları ancaq mənə ibadət etmələri üçün yarattım. Yəni, insanın yaradılış qayəsi vardır. Əgər insanın qəlbi xarab olarsa, subhanallah, ora digər şeylər girer. Və digər şeylər girməklə insanın həm dünyasını, həm də ahirətini zay edər. Dünyasını zay edər, baxırsan ki, insan rahat deyil, yata bilmir. Subhanallah, malı milyonu var, insan yata bilmir, rahatlıq tapa bilmir. Nədir, başqasından bir adım arxadadır deyə. Və həmçində ahirət üçün də peşmançılıqdır ki, yəni ibadətləri tərk elədi. Malın hardan gəldiyini, halaldan yoxsa haramdan gəldiyini düşünmədi. Və həm dünyası, həm də ahirətli zay olur. Bundan Allaha sığınır. Və həmçinin insanın qəlbinin salamat olmasının əlamətlərindən üçüncüsü haramlardan, asiliklərdən, bidətlərdən uzaq durmaq üçün nəfsi ilə mücadilə, nəfsi ilə cihad aparması. Yəni, şübhə yoxdur ki, insanın ibadətləri yerinə yetirməsində səbrə ehtiyacı var. Və səbir əldə etmək üçün də insanın özü ilə çalışmağa, özü ilə mücadilə aparmağa, cihad etməyə ehtiyac var. Və həmçinin insanın asiliklərdən, Allahın haram buyurduğu şeylərdən uzaq durmaq üçün içkidir, ondan sonra digər musiqidir, zinadır və nə qədər şeylər var ki, insanın bunlardan da uzaq durması üçün səbrə ehtiyac var. Və həmçinin bunun üçün də insan özünü buna alışdırmaq üçün də nə etməkdir? Çalışmalıdır. Çalışmağa ehtiyac var. Öz nəfsi ilə mücadilə, cihad aparmalıdır. Və həmçində insan bidətlərə qarşı öz nəfsi ilə çalışmalıdır. Bidət demək olar ki, bu öndə gələnlərdən, haramlardan və asiliklərdən daha şiddətlidir. İnsanın dində bidət etməsi, yəni böyük günahdan da daha böyükdür. Subhanallah. Yəni insan çünki bidət edir, yəni bidət edən insanın halı, birincisi, bir neçə hal var. Birincisi, dində yenilik gətirir. Yəni, dində yenilik gətirmək elə bir şey deyil. Allah-u Teala buyurur ki, mən sizə bugün dininizi tamamladım. Sizin üçün din olaraq İslamı seçdim. Tamam. Deməli, sənin bidət etməyinlə Allahın bizim üçün, Allahın seçdiyi dini bəyənmirsən. Düzdür? Allahın seçdiyi dini bəyənmirsən. Deyirsən ki, yox, bu burada olmalıydı. Prosto bu dindəki, İslamdakı naqislikdir. Subhanallah. Belə şey ola bilər. Və yaxud da ki, sən Peyğəmbər sallallahu aleyhi və səlləmə iftira atırsan. Çünki yahudilər gəlirdilər, səhabələrdən soruşurdular ki, sizin Peyğəmbəriniz sizə ayaq yoluna necə girib çıxmaq lazımdır, onu belə öyrətib. Yəni, rişxəndlə, lağla deyirdilər, ələ salmaq. Və səhabələr deyir ki, bəli, öyrətib. Necə girib çıxmaq lazım olduğunu Peyğəmbər sallallahu aleyhi və səlləm bizə öyrətib. Yəni, bu o deməkdir ki, ən
xırda bir məsələni belə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə başa salmışdırsa, necə ola bilər ki, dində digər insanın savab əldə edəsi məsələləri Peyğəmbər sallallahu aleyhi və səlləm bizə başa salmadı? Başa salıb. Sadəcə biz nə dedik? Dedik ki, yox. Kim bidət edirsə, onun dediyi şeylərdən biri odur ki, bunu Allah-u Teala dində verib, ancaq Peyğəmbər bunu bizə çatdırmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləmə xəyanət edir. Yəni onun xain olduğunu, subhanallah, onun xain olduğunu deyir. Yəni bidət edən insan elə bilməsin ki, o etdiyi bidət elə bir şeydir. Xeyr. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Men amile amelen leysa aleyhi emruna fehuve radd." Kim bir əməl edər də və onun etdiyi əməl bizim sünnəmizə, şəriətimizə uyğun olmazsa rədd olunur. Və insan etdiyi əməllə yorğunluqdan başqa da bir şey ona qalmaz. Subhanallah, baxın, insan əziyyət çək. Və yaxud da, məsələn, mövlüd kandilləri var, misal olaraq. Baxsaq ki, Peyğəmbər sallallahu əleyhi və səlləm etməyib. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra gələn sahabələr etməyib. Və tabeinlər etməyib. Və subhanallah, bugün insan mövlüd məclisi düzəltmək üçün nə qədər əziyyət çəkir. Bəziləri var, minlərlə pul xərcləyir. Və nə qədər insan savab qazanmaq niyyəti ilə orada xidmət edirlər. Amma subhanallah, yəni orada nədir? Yoxdur. Şəriətdə olmadığına görə rədd olunur. Və üstəlik, xərclədiyim bu qədər mal, mülk, çəkdiyim bu qədər əziyyət boşa getməsi bir tərəfə, üstəlik də günah qazanırsın. Çünki şəriətdə olmayan bir şeyi ortaya gətirdiyinə görə. Və bunun üçün də çalışmaq lazımdır ki, insan öz nəfsi ilə çalışmalıdır. Allah Teala Quran-ı Kərimdə Ənkəbut surəsi 69-cu ayədə buyurur ki: "Vəllezîne cahadu fînâ lenehdiyennehum subulana ve innallaha lema'al muhsinin." Uğrumuzda cihad edənləri mütləq öz yolumuza yönəldəsik. Mütləq öz yolumuza yönəldəsik. Şübhəsiz ki, Allah mühsinlərlə birlikdədir. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "El-mücahidu men cahada nefsehu fi ta'atillah." Mücahid o şəxsdir ki, Allaha ibadətdə, itaət etməkdə öz nəfsi ilə mücahidə edən, öz nəfsi ilə uğraşan şəxsdir. Əsl mücahid odur ki, öz nəfsi ilə Allaha olan ibadətdə, itaətdə nə etsin? Öz nəfsi ilə vuruşsun. Deməli, bir də başdan götürək. Deməli, salamat qəlbin əlamətlərindən birincisi o idi ki, insanın dünya həyatını tərk edərək axirətə meyl etməsi və həmçinin ikincisi insanın bir himməsi olması, o da Allahı razı salmaq və üçüncüsü gəlir ki, insanın haramlara, asiliklərə, bidətlərdən uzaq durması üçün öz nəfsi ilə cihad etməsi və dördüncüsü də gəlir ki, və bununla da sonlandırasıyıq, əməlin özündən çox əməlin düz olmasına fikir vermək. Bu da mühüm məsələdir. Yəni, insan bir əməli edincə qabaq və həmçinin də əmələ baxmalıdır ki, bu əməli nə üçün edirəm? Yəni, bir əməldən çox, əməldən elə bir ki, o əməlin düz olmasına fikir vermək. Əməlin düz olmasına fikir vermək dediyi zaman iki tərəfdən olur. Yəni, bir əməlin qabul olması üçün iki şərt var. Birincisi, ixlas olmalıdır. Və ikincisi də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olmalıdır. Yəni, ixlas dildiyi zaman etdiyi əməldə heç kimin razılığını gözləmədən, işlərinin düzəlməsini arzulamadan ancaq Rəbbinin rizası üçün. Nə deməkdir bu? Yəni, bəzən insanlar ibadət edirlər və iş yerində müdürü ibadət əhlidir deyə insan ibadət edir. Nə üçün? İşdən çıxarmasın, onunla gözəl müamilə etsin, maaşını artırsın və bunun kimi şeylərə görə baxırsınız ki, insanda Rəbbinin razılığını qazanmaq niyyəti yoxdur. Elə bir ki, yəni, kiminsə razı, kiminsə gözünə girmək üçündür. Yəni, əməldən çox insan əməldən çox insan o niyyətə fikir verməlidir ki, əməlin qabul olması üçün.
Çünki niyyət yoxdursa, əməl yoxdur. Və həmçində insanlar ibadət edirlər ki, onlara müsibət gəlməsin deyə. İnsanlar fərqlidir. İbadətdə insanlar fərqlənirlər. İbadət edirlər ki, onlara bir müsibət gəlməsin. Və yaxud da ki, insanlar var, ibadət edirlər ki, onlara baş verən müsibət qalxsın deyə. Yenə də ixlas yoxdur. Yəni, Rəbbinin rizası yoxdur. Ona görə insan ibadətdə ixlası mütləq əldə etməlidir. İxlas nədir? Olunan ibadəti yalnız Rəbbinin razılığı üçün etməsidir. Və ikincisi də sünnə dedikdə isə Peyğəmbərə tam şəkildə tabi olmaq nəzərə tutulur. Beləcə qul özünü islah edir və həmçinin qəlbinin təmizlənməsinə səbəb olur. Peyğəmbər s.ə.v olan tabiçilik. Və şübhə yoxdur ki, insan salamat qəlbə sahib olmağın əlamətlərindən, səbəblərindən biri də insanın çoxlu dua etməsidir. Dua etməsi Allahdan salamat bir qəlb istəməsidir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duaların birində keçir ki, belə ortadan götürsək, وَأَسْأَلُكَ شُكْرَ نِعْمَتِكَ Sənin verdiyin nimətə şükr istəyirəm. Və husnə ibadətik və sənə gözəl bir şəkildə ibadət etməyi. Və əsəlükə lisanən sadiqan və səndən düzgün danışan bir dil istəyirəm. Və qalbən səlimən və salamat bir qəlb istəyirəm. Və əsəlükə min xeyri mə tə'ləm və bildiyin bütün xeyirləri səndən istəyirəm. Və əuzu bikə min şərri mə tə'ləm və hər bir bildiyin şərdən sənə sığınırım. Və əstəğfirukə limə tə'ləm və sənin məndə bildiyin günahlardan səndən bağışlanma diləyirəm. İnnəkə əntə əlləmul quyub həqiqətən sən qeyblərdə olanı bilənsən. Fikir versəz, burada Peyğəmbər sallallahu aleyhi və səlləm duasında Rəbbindən lisanən sadiqan, yəni salamat bir, yəni düzgün danışan bir dil istədi. Və həmçində qəlbən, yəni salamat bir qəlb istədi. Yəni bu iki şey qədimdə deyərlər ki, kişi iki şeyə görə tanınır. Yu'rafur raculu bi sagireyn. İki kiçik şeyə görə insan tanınır. Birincisi qəlbi və ikincisi də dili. Və baxırsan ki, insan var, o insanın canı, cəsədi var, amma görürsən ki, insanlar arasında heç bir hörməti yoxdur. Amma görürsən ki, insan balaca boyudur, arıqdır, amma subhanallah, hər kəs ondan çəkinir, hər kəs ona hörmət edir. Nəyə görə? Qəlbi və dilinə görə. Danışdığı zaman düz, doğru danışır, haqqı danışır. Yəni, öz əleyhinə olsa belə haqqı danışır. Və həmçində yəni, salamat bir qəlbə sahibdir. İnsan var ki, evi ona tanıtmaq olmur. Yəni, onun şərindən qorxudur. Bilirsən ki, qəlbi yaramazdır, qəlbi xaram biridir. Amma insan da var ki, subhanallah, ona evin açarlarını verirsən. Yəni, nədir? İnsanlar qəlblərinə və danışıqlarına görə fərqlənirlər. Ona görə də bu iki məsələ, bu iki şey, dil, bir də qəlb insan üçün çox mühümdür. Ümumi olaraq bütün bədənin əzaları elə bil ki, bir-birlərinə bağlıdırlar. Əgər insanın qəlbi salamat olmasa, insanın dili də salamat olmur. Fikir ver. Çünki dil qəlbdə olanı nitq edir. Və həmçinin insanın qəlbi və dili salamat olmasa, insanın əzaları da salamat olmur. Yəni, bunlar bir-birinə bağlı. Və həmçində qəlbin salih olması üçün dilin də böyük rolu var. Dua. Fikir ver. Dil dua edir ki, Ya Rab, inni əsəlükə qalbən səlimən. Allahım, səndən salamat bir qəlb istəyirəm. Fikir ver. Dilin sözü ilə Allah-u Teala qəlbi salamat edir. Fikir ver. Və qəlbin salamat olması insanın bədəninin əzalarının salamat olmasına gətirib çıxardır. Ona görə mühümdür. Hamısı bir-birinə bağlıdır. Allahdan istəyir ki, Allah-u Teala bizə salamat bir qəlb nəsib etsin. Allahdan istəyir ki, Allah-u Teala bizə doğru danışan dil,
salamat qəlb və özünün əmrlərini itaət edən əzalar nəsib etsin. Allahdan istəyir ki, Allah-u Teala bizə verdiyi nemətinə şükr etməyi nəsib etsin. Allahdan istəyir ki, Allah-u Teala bizə verdiyi bu ömrü xeyirli və bərəkətli etsin. Bizə verdiyi evladları, bizə verdiyi bu ömrü bərəkətli etsin. Allahdan istəyir ki, harda olursaq olaq, Allah-u Teala bizi bərəkətli eyləsin. Və ölümdən sonra bizə xeyirli bir həyat nəsib etsin. Allah-u Teala bizi burada cəm etdiyi kimi Firdevs cənnətində cəm etsin. Allahdan istəyirəm ki, Allah-u Teala bizə Firdevs cənnətinə tanışlarımızla, qohumlarımızla, qardaş və bacılarımızla sorğu-sualsız cənnətə girən 70.000 nəfərdən etsin. Allahümmə əmin. Allahdan istəyirəm ki, Allah-u Teala bərəkətli etsin, faydalı etsin. Amin. Subhanək Allahümmə və bihamdik. Nəşhədu ən la illə ənt, nəstəğfirkə və nətubu iləyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.